Dünyada qartala hücum etməyə cəsarət edən yeganə quşun qarğa olduğunu bilirdinizmi? Qarğa qartalın belinə qonar və boynunu dimdikləməyə başlayar. Ancaq qartal cavab verməz, döyüşməz, vaxtını və enerjisini boşa xərcləməz. Bunun əvəzinə qanadlarını açar və bacardığı qədər yüksəklərə uçar. Qartal nə qədər yüksəldikcə qarğanın nəfəs alması bir o qədər çətinləşər. Nəticədə oksigen çatışmamazlığından qarğa öz-özünə düşər. Demək istədiyim budur ki, səni aşağı çəkməyə çalışan qarğalarla vaxt itirmə. Zirvəyə doğru yüksəlməyə davam et.